Assalamu alaykum. Farabitor dersxanasının hörmətli görmənləri, müş vaxtınla xeyirlik olsun. Bugün hazırlık zaman Uyğur dil dərsimizdən 53-cü dərsini ötümüz. 53-cü dərsimiz PL-nin özək şəkilləri. Ötken saatlik dərsimizə PL-nin xəbər şəkillərdən, PL-nin izcil ötken zaman xəbər şəkli və qolunuluşu, şundaqla PL-nin məqsəd hazırlık zaman xəbər şəkli və məqsəd ötken zaman xəbər şəklini görüb çıxandıq. Bugünkü dərsimiz bolsa PL-nin özək şəkilləri və PL-nin özək şəkillərinin türləri, PL-nin dərəcə kateqoriyası və PL-nin dərəcə kateqoriyasının türləri, şundaqla PL-nin boluşluq və bolusuzluq kateqoriyasını görüb çıxımız. Dərsi başlaşdan burun ötken saatlik dərsimizin axır sorab ötken tövəndiki sualımızға cavab verib ötəylik. Məqsəd hazırlık zaman xəbər şəkli bilən məqsəd ötken zaman xəbər şəklinin fərqi nimə? Bu sualın cavabı məqsəd hazırlık zaman xəbər şəkli məqsəd PL-ğa, yəni PL özkigə maqçı, məkçi qoşumçusu qoşulğandan keyinki şəkligə hökm bağlamçısının hazırlık zaman şəkli qoşulub yazılıdı. PL-nin məqsəd hazırlık zaman xəbər şəkli qaysı xil meyil türlü boluşundan qəti nəzər, hərəkətinin niyyət qılınan yoki kelişilgan iş sifatida hazır mövcud ekanligini bildirdi. Məqsəd ötken zaman xəbər şəkli məqsəd PL-ğa, yəni PL özkigə maqçı, məkçi qoşumçusu qoşulğandan keyinki şəkligə hökm bağlamçısının ötken zaman şəkilləri qoşulub yazılıdı. PL-nin məqsəd ötken zaman xəbər şəkli qaysı xil meyil türlü boluşundan qəti nəzər, hərəkətinin niyyət qılınan yoki kelişilgan iş sifatida məlum bir işdən burun mövcud bolğanlığını bildirdi. Yəni bu ikisinin fərqi hərəkətinin hazır mövcudluğu yoki burun mövcudluğundan ibarət. Bu sualların cavabını texmi təfsili bilməkçi bolsanlar, ötken saatlik dərslərimizin qaydadan görüb çıxışınlarını tavsiyə qılımən. Əmdi bugünkü dərsimiz gəlsək, bugünkü dərsimizdə aval PL-nin özək şəkillərini görüb çıxımız. Ondaqda PL-nin özək şəkilləri degan nimə? PL-nin özək şəkilləri deganimiz PL-nin turğun söz şəkilləri, yəni PL-nin turğun söz şəkilləri degan vaqtda ismdaş, sifətdaş və rəvişdaşını göstərdi. Yəni PL-nin turğun söz şəkilləri bilən xəbər şəkillərə ortaq əsas bolğan şəkli PL-nin özək şəkli deyə adlanır. Məsələn, yazğan, yazmaqca, yazdırış, yazılıb, yazdım, yazmaydı, yazdırın, yazılatdı. Yəni mişel görüb çıxılmazaq PL-nin turğun söz şəkillərin var və PL-nin xəbər şəkillərin var və bulağa ortaq bolğan şəkil bolsa PL-nin özək şəkilləri, yəni yaz, yazma, yazdır, yazıl qatarlıqlardan ibarət, yəni bunlar PL-nin özək şəkilləri kirdi. Əmdə PL-nin özək şəkillərinin türlərini görüb çıxsaq, PL-nin özək şəkilləri tüzülüşü qarab, addi özək şəkilləri və mürəkkəb özək şəkillərdə ikiyə ayrılır. PL-nin addi özək şəkilləri deganimizdə PL-nin yalğız halındakı özək şəkillərini öz içinə alır. Bundaq özəklər bir PL yıldızdan yoki bir PL-nin özək dair türlənən şəkillərdən ibarət buludur. Məsələn, yaz PL-nin yuqorida göstərilən özək şəkillərini alsaq, ulardan yaz, yazma, yazdır, yazıl şəkilləri addi özək şəkli kirdi. Əmdə PL-nin mürəkkəb özək şəkillərini görüb çıxsaq, PL-nin mürəkkəb özək şəkilləri müstəqil PL-larının yardımcı PL-lar bilən birikişidən hasil bolğan özək şəkillərini öz içinə alır. Demək, bundaq özək şəkilləri 2 yoki onundan artıq PL yıldızdan tərkib tapıdı. Məsələn, yaz PL-nin yuqorida göstərilən özək şəkillərini alsaq, ulardan yazıb qoy, yazğan bol degəndək şəkilləri bolsa, PL-nin mürəkkəb özək şəkilləri kirdi. PL-ların özək şəkilləri dərəcə cəhətdən fərqlənib, PL-nin dərəcə kateqoriyasını hasil qılır. Şunun bilan bir vaqtda boluşluq, bolusuz cəhətdən fərqlənib, PL-nin boluşluq, bolusuzluq kateqoriyasını hasil qılır. Demək, hər qandaq PL özgə çoxum oxşaş bulmayan dərəcə türlərindən biriga həm boluşluq, bolusuzluq türlərindən biriga təvə olub gelir. Məsələn, yaz PL-nin yuqorida göstərilən özək şəkilləri misalga alsaq, yaz şəkli əsl dərəcə boluşluq türdə gəlgən, yazma şəkli bolsa əsl dərəcə bolusuz türlü gəlgən, yazdır şəkli bolsa məcburi dərəcə boluşluq türlü gəlgən, yazıl şəkli bolsa məchul dərəcə boluşluq türlü gəlgən, yazvat, yazıb qoy, yazğan bol şəkilləri bolsa əsl dərəcə və boluşluq türlü gəlgən. Əmdi bulanımı təfsili görüb çıxımız. Bugün görüb çıxılğan ikinci məzmunumuz bolsa PL-nin dərəcə kateqoriyası. Ondaqda PL-nin dərəcə kateqoriyası nimələrini göstərir? PL-nin dərəcə kateqoriyası PL özküdə həmin naval ifadələnən qrammatikалық kateqoriya olub. PL ifadəli hərəkətinin qrammatikалық egi bilən bolğan hər xil münasibətini bildirdi. Məsələn, misallarını görüb çıxsaq, Əhməd kino gördü. Bu maqalə 2 qətim görüldü. Əhməd doktorğa göründü. Əhməd qolunu doktorğa göstərdi. Ular qızğın görüşdü, yəni müşəl görüb çıxan PL-lar bolsa, gördü,
körüldü, köründü, körsetdi, körüştü degендek muşxil fe'illar fe'illarning daraja kategoriyasiga kirdi. Bularni tafsiliy ko'rib chiqamiz. Bu misollarda kör fe'lining o'zak qismi 5 xil shaklda kelgan va bulardan birinchi jumladagi kör shakli shu harakatning grammatikalik egasi, shundaqla uning logikalik egasi, ya'ni ijrochisi, subyekt ekanligini bildirib kelgan. Ikkinchi jumlada bo'lsa, ko'ril shakli shu harakatning grammatikalik egasi, amaliyotda asli harakatning logikalik obyekti, ya'ni qabul qilguvchisi ekanligini bildirib kelgan. Üçüncü cümledeki körün şekli bolsa şu hareketinin grammatikalik egisi bir taraftan asli hareketinin logikalik obyekti bolsa, yeni bir taraftan şu hareketinin orlanışıga türtki bolğuç ekanligini bildirip kelgan. Dördüncü cümlede bolsa körset şekli şu hareketinin grammatikalik egisi amaliyotda asli hareketinin orlanışıga türtki bolğuç ekanligini bildirip kelgan. Beşinci cümledeki körüş şekli bolsa şu hareketinin grammatikalik egisi 2'den artıq bolup, ular asli hareketni bir-birini obyekt qilgan holda o'rlaganligini bildirib kelgan. Kör fe'lining mush shakllar orqali ifodalangan mush xil ma'nolar fe'lining daraja kategoriyasiga kirdi. Endi Uyg'ur tillik fe'llarning daraja kategoriyasini ko'rib chiqamiz. Uyg'ur tillik fe'llarning daraja kategoriyasi asl daraja, majhul daraja, o'zlik daraja, majburiy daraja, ömlük darajadan iborat 5 turga ayrıladi. Endi bularni tafsiliy ko'rib chiqsak, birinchi asli daraja fe'lning boshqa daraja qo'shimchalari qo'shilmagan shakli asli daraja shakli hisoblanadi. Asli daraja shaklidagi fe'llar harakatning grammatikalik egasi, shundaqla uning logikalik egasi ekanligini bildirdi. Masalan, men maqola yozdim. Biz bugun doklad angladik. Ular qaytib kelibdi. Ya'ni mush jumlalarni ko'rib chiqqanimizdek, men yozdim bu jumlaning egasi men. Ular qaytib kelibdi, ya'ni ko'rib chiqqanimizdek mush jumlada men maqola yozdim, men yozdim, ya'ni bu jumlaning egasining men ekanligini xabar shaklida ko'ra olamiz. Biz bugun doklad angladik, ya'ni angladik, biz angladik. Ular qaytib kelibdi bu jumla shaklida o'xshashla kelibdi, ya'ni kelibdi degan xabar shaklida bu jumlaning egasi bo'lgan ularni ko'rib olamiz. İkinci derece şekli bolsa mençhul derece. Fe'lning mençhul derece şekli oxirgi bo'g'imida li tovushi bo'lgan o'timlik fe'l o'zaklarga in, ne qo'shimchasini qo'shishi, boshqa o'timlik fe'l o'zaklariga bo'lsa le, il, ul, ul qo'shimchasini qo'shishi bilan yoziladi. Masalan, boshlan, ilin, o'ynal, yezil, boshqurul, ko'ril, ya'ni mishada ko'rib chiqqan shakllarning hammasi fe'lning mençhul derece shakllariga berilgan misollar. Meçhul derecedeki fe'llar grammatikalik egining amaliyotda asli harakatning logikalik obyekt ekanligini bildirdi. Masalan, 10 parcha maqola yozildi. Bu misoldagi maqola yoz harakatining, ya'ni yoz fe'lining harakatining obyekti. O'yin boshlandi. Bu yerdagi o'yin bo'lsa, boshla harakatining, ya'ni boshla fe'lining obyekti. Üçüncü derece şekli bo'lsa, fe'lning o'zlik daraja shakli. Fe'lning o'zlik daraja shakli o'timlik fe'l o'zgiga ne, in, un, ün yoki li, il, ul, ul qo'shimchasidan qo'shilishi bilan yoziladi. Masalan, maqtan, yuyun, beril, keyin, ko'rin, qo'shil degandek shakllarda yoziladi. Fe'lning o'zlik daraja shakli shu harakatning grammatikalik egasining ham logikalik ega, ham logikalik obyekt ekanligini yoki ham logikalik obyekt, ham shu harakatga turtki bo'lg'ich ekanligini bildirdi. Masalan, u doim maqtanadi, o'zlik daraja bo'lsa, u doim o'zini maqtaydi. Bu bo'lsa asl daraja shakli bo'ldi. Bala manga itildi. Bu o'zlik daraja shakli bo'lsa, bala manga o'zini atdi. Men doktorga ko'rindim. Bu o'zlik daraja shakli bo'lsa, o'zimni doktorga ko'rsatdim. Bu majburiy daraja shakli bo'ladi. O'zlik darajalik fe'llar ba'zida majhul darajalik fe'llar bilan shakldosh bo'lib qoladi. Bundaq ahvolda ularning ma'nosiga qarab farqlantirishga to'g'ri keladi. Masalan, bizning bog'dagi gullar ochildi. Bu o'zlik daraja shakli. Yig'in bugun rasmiy ochildi. Majhul daraja shakli. Ular yo'lga chiqishga tayyorlandi. O'zlik daraja shakli. Vakillarni kutilish uchun maxsus uylar tayyorlandi. Majhul daraja shakli. Yani ko'rib chiqqanimizdek, o'zlik darajada shaylar aniq bo'ladi, ammo majhul darajada bo'lsa, shaylar aniq bo'lmaydi. Shundaqla majhul darajada fe'llar harakatning obyekti bo'ladi. 4-chi daraja shakli bo'lsa, majburiy daraja. Fe'lning majburiy daraja shakli tovandagicha yozildi. Uzuk tovush bilan oxirlashgan fe'l o'zaklarga va so'zliq tovush bilan oxirlashgan bir bo'g'imliq fe'l o'zaklarga dur, tur, tur, tur yoki g'uz, qo'z, güz qo'shimchasi qo'shilib yoziladi. Masalan,
Yazdır, tapdır, kirdir, küttür, yedir. Yazğuz, tapğuz, kirgüz, kütgüz, yegüz degandek muşkul şekiller yazılıdı. İkinci ay, ay, ar bilan axırlaşqan fe'l özəklərə t qoşumçusunun qoşuş arqılıq yazıldı. Məsələn, aqar, kötər, azay, kengay şəkildə yazıldı. Üçüncü, sozuq davuş bilan axırlaşqan köp boğumluq fe'l özəklərə t yoki tiquz, tiküz qoşumçusu qoşulub yazıldı. Məsələn, oynat, oynatquz, sözlət, sözlətküz şəkildə yazıldı. Төртінші, че яки ше bilan axırlaşqan ayrım bir boğumluq fe'l özəklərə yoki ür qoşumçusu qoşuş arqılıq yazıldı. Məsələn, uçar, düşər, içər, uçur, düşür, üçür şəkildə yazıldı. Fe'lning mecburiy dərəcə şəkli grammatikalik egining hərəkətə turtki bo'lg'uchi yoki yo'l qo'yg'uchi ekanligini bildirdi. Məsələn, mən uni kuldirib hərəkətdə mən turtki bo'lgan. Ular menimi kirgizdi, hərəkətdə ular yol qoyğan, yəni ular turtki bolğan. Dərəcə şəkillərinin 5-incisi ömlük dərəcə. Fe'lning ömlük dərəcə şəkli fe'l özgəyə şe, iş, uş, üç qoşumçusunun qoşuluş bilan yazıldı. Məsələn, oynaş, uruş, yeziş, körüş şəkildə yazıldı. Fe'lning ömlük dərəcə şəkli 2-dən artıq adamdan tərkib tapqan grammatikalik egining asl hərəkətini bir-biriga qaratib yoki birlikdə elib berishini bildirdi. Məsələn, ular uzaq sözləşdi. Ular bu məsələ üstüdə uzaq münazirə qilishdi. Ahmet bilan Qasim yugurishdi. Kel ikimiz qo'l qayrışıb baqaylı, yəni ko'rib chiqqanimizdek 2-dən artıq adamdan tərkib tapqan grammatikalik egining asl hərəkətini bir-biriga qaratib yoki birlikdə elib berishini bildirdi. Fe'lning dərəcə şəkillərini görüb çıxdıq. Əmdi fe'l dərəcələrinin qatlanışını görüb çıxımız. Fe'lning dərəcə şəkilləri ayrım-ayrım halda ifadəlaniş bilan qalmasdan, bəlkə qatlanma halda ifadələnişi mümkün, yəni qatlanıb gelişi mümkün. Fe'l dərəcələrinin qatlanışı tövəndikçi buludu. Birinci, özlük dərəcə bilan məcburi dərəcənin qatlanıb gelişi. Məsələn, ana balalarını kiyindirdi. Bu yerdeki ki asıl derece bolsa, kiyin özlük derece, kiyindir bolsa mecburi derece, yani özlük derece bilen mecburi derece katlanıp gelgen. İkinci, ömlük derece bilen mecburi derecenin katlanıp gelişi. Mesela biz ularını körüştürüp koyduk, bu yerdeki körüştürüp, bu yerdeki kör asıl derece bolsa, körüş ömlük derece, körüştür bolsa mecburi derece girdi. Üçüncü, mecburi derece bilen mecbul derecenin katlanışı. Mesela maqalda monolar ko'rsatilgan, bu yerdagi ko'rsatilgan fe'lda ko'r fe'li asl daraja bo'lsa, ko'rsat mecburi daraja, ko'rsatil bo'lsa mejhul daraja bo'ladi. Ya'ni mecburi daraja bilan mejhul daraja qatlanib kelgan. To'rtinchi, qo'sh mecburi daraja, ya'ni mecbur daraja qatlanib kelgan yoki ust-usti kelgan. Masalan, men ukamni avatib qalamimni yasattirdim. Bu yerdagi yasa asl daraja bo'lsa, yasat mecburi daraja, yasatturmu o'xshashla mecburi daraja, ya'ni ikki mecburi daraja ust-usti kelgan. 5-chi mecburi daraja bilan ömlük darajaning qatlanib kelishi. Masalan, ular ot choptirishdi. Bu yerdagi chop asl daraja, choptur mecburi daraja, choptirish ömlük daraja. 6-chi ömlük daraja, mecburi daraja va mejhul darajaning qatlanib kelishi. Masalan, balalarning hammasi pokiz kiyintirilgan. Bu yerdagi ki asl daraja, kiyin ömlük daraja, kiyindir mecburi daraja va kiyindirul mechul daraja, ya'ni bu yerda ömlük daraja, mecburi daraja va mejhul daraja ust-usti kelgan. 7-chi ömlük daraja, mecburi daraja va mejhul daraja qatlanib keldi. Masalan, bizning ahvolimiz to'liq tunishtirildi. Bu yerdagi tonu asl daraja bo'lsa, tonish ömlük daraja, tonishtur mecburi daraja, tonishturul mejhul daraja, ya'ni ömlük daraja, mecburi daraja va mejhul daraja ust-usti kelgan. Bugünkü dersimizning 3-chi mazmuni bo'lsa, fe'lning o'zak shakllaridan fe'lning bo'lishliq, bo'lishsizlik kategoriyasi. Fe'lning bo'lishliq, bo'lishsizlik kategoriyasi fe'l o'zida daraja kategoriyasidan keyin ifodalanadigan yana bir xil grammatikalik kategoriya bo'lib, fe'l ifodalagan harakatning muayyanlashtirilgan yoki inkor qilinganligini bildirdi. Bu kategoriya fe'l o'ziga ma qo'shimchasining qo'shilish qo'shilmaslik bilan ifodalandi. Buning ichidan bo'lishlik kategoriyasi bo'lsa, ma qo'shimchasi qo'shilmagan fe'llar fe'lning bo'lishlik shakli hisoblanib, o'z ifodalagan harakatning muayyanlashtirilganligini bildirdi. Masalan, yoz, o'qi, so'zlash deganga o'xshash fe'llar fe'lning
buluşuq şekli hesablanıdı. Pe'larning buluşsuz şekli bo'lsa, ma'ma qo'shimchasi qo'shilgan pe'lar pe'ning buluşsuz şekli hesablanib, o'z ifodalagan harakatning inkor qilinganligini bildirdi. Masalan, yozma, o'qima, so'zlama, so'zlashma deganga o'xshash shakllar bo'lsa, pe'ning buluşsuz şekli kirdi. Bugungi darsimizning oxiriga keldik. Darsimizning oxirida bu darsimizga munosabatli bo'lgan tuvandagi savolni so'rab o'tamiz. Uyg'ur tilidagi fe'llarning daraja kategoriyasi qaysi turlarga ayriladi? Bu savolimizning javobini YouTube videomizning ostidagi inkas qismiga yoki Instagram hisobimizning DM qismidan uchur yozib avasanglar bo'ladi. Undaqda keyingi soatlik darsimizda ko'rishaylik. Ko'rishishga omon bo'linglar. Xayr xo'sh.